Bir şirkətin server otağına giriş üçün 6 rəqəmli təhlükəsizlik kodu təyin edilir. Kodun rəqəmləri 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 çoxluğunun elementlərindən seçilir. Rəqəmləri təkrarlanmayan, ilk 3 rəqəmi tək olan neçə müxtəlif təhlükəsizlik kodu təyin etmək olar? 3 deməli. Və ilk 3 rəqəmi tək olsun, 6 rəqəmli təhlükəsizlik kodu müəyyən etmək lazımdır. İlk 3 rəqəmi tək ədəd olmalıdır. 1-dən 9-a qədər olanların içərisində 1, 3, 5, 7 və 9, 5 dənəsi təkdir. 2, 4, 6, 8, 4-ü isə cütdür. Biz ilk 5 rəqəmdən, tək rəqəmdən seçim etsək birinci yerə, təkrarlanmadığı üçün 5 dənə seçimimiz var. İkinci tək yerə, yəni bu tək olmalıdır. İlk 3-ü tək olmalıdır. Seçirik, deməli 5 rəqəmdən birini, təklərdən qaldı artıq 4 rəqəm, sonra təklərdən qaldı 3 rəqəm. Artıq 3 rəqəm istifadə etmişik. Yerdə qalıb, deməli, təsəvvür edək ki, güya bu 3 rəqəmi istifadə etmişik. Bu zaman ikisi buradan, 4-ü də buradan 6 rəqəmimiz qalıb. Və 6 rəqəmdən birini bura seçə bilərik, 3-cü yerə. 5 rəqəmdən birini bura, 4 rəqəmdən də birini bura. Çünki təkrara yol vermədiyimiz üçün yerdə qalan rəqəmlərin içərisində seçməliyik. Və beləcə, deməli, bu hasili tapaq. 5 vur 4 vur 3 vur 6 vur 5 vur 4. Deməli 5-i 4-ə 20, 5-i 4-ə 20, 3-ü 6-ya 18, 18-i vuraq 20-yə 360, 360-ı da 20-yə, deməli 7200. Deməli bizim 7200, yəni burada 360 eləyir, 20-yə də vursaq 7200 eləyir. 7200 seçimimiz var.